Ey libasına bürünüb örtünmüş Peyğəmbər! Az bir hissəsi istisna olmaqla, gecələr namaza dur. Gecənin yarısını, yaxud ondan biraz əskilt və ya ona artır. Qur'anı da aramla oxu. Həqiqətən biz sənə ağır bir söz vəhy edəcəyik. Sözsüz ki, gecə qalxmaq çox çətin və Qur'an oxumaq daha münasibdir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır. Rəbbinin adını zikr et və özünü tamamilə ona həsr et. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə onu özünə himayəçi götür. Müşriklərin dediklərinə səbr et və onlardan xoşluqla uzaqlaş. Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara biraz möhlət ver. Həqiqətən bizdə onlar üçün qandallar və cəhənnəm hazırlanmışdır. Boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.